Bu sualda A əmələ gəlir B üstə gəl 2C. Görürsünüz ki, burada azalan xət var. Bu solda duranı təmsil edir. Yəni bu A-nındır. Artanlar sağda duranındır. Sadəcə A ilə B-nin əmsalı eyni olduğuna görə A nə qədər azalırsa B o qədər artır. Ona görə bu da B-dir. Onda bu da C-dir. A ilə B gəlib eyni nöqtədə tarallıqda olduğuna görə bunların tarallıq qatlığını x götürürəm. C isə 2 dəfə çox olduğuna görə 2x götürürəm. Və tarallıq sabiti 1-dir. 1 bərabərdir surətdə 2x-in kvadratı, yəni 2x-in kvadratını belə yazıram. Vur x, yəni B ilə C-də. Aşağıda deməli A-nın yerinə x yazıram. Buradan x bərabərdir 4x, x, düzdür yoxsa yox? Bu zaman bu x-dən bu x-in biri getdi. Burada qaldı 1. Və 1 bərabərdir 4x-in kvadratı. Buradan x-in kvadratı bərabərdir 4-də 1. X də bərabərdir 2-də 1. Yəni 0,5. Bizdən də A-nı soruşur. Deməli, taralıq halında A 0,5 olacaq.